Oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə, başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir. İnsanlardan təkəbbürlə üç çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir. Mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan məni yedirtmələrini də istəmirəm. Həqiqətən Allah ruzi verəndir, qüvvət sahibidir.